Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Açıqlamaya görə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Dağətəyi və dağlıq rayonlara isə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 40, Sarıbaşda, Qaxda 27, Qubada 16, Şəkidə 15, Kəlbəcər və Qusarda 11, Şamaxıda 10, Laçın və Qubadlıda 9, Xızı və Şahtağda 8, Şuşada 5, Qobustanda 3, Qəbələ, Ceyrançöl, Gədəbəy, Xankəndi, Tovuzda 2, Gəncə, Şəmkir və Şabranda isə 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeronda 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmailli, Bərdə, Baləkən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda isə 1 mm-dir. Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 200 metrə qədər məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeronda 3, Aran rayonlarında 2 dərəcəyə qədər isti, Naxçıvanda 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyə qədər şaxta müşahidə olunur. İndi isə sabahın havasını təqdim edirik. Yanvarın 19-da Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, 18-dən 19-na keçən gecə və axşam arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntıların intensivləşəcəyi, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq. Naxçıvanda da gün ərzində əsasən də axşama doğru sulu qar və qar yağacaq. Temperatur 0-5 dərəcə şaxta olacaq. Azərbaycanın bəzi rayonlarında hava yağıntılı olacaq. Sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə intensiv və çox güclü olacaq. Bəzi yerlərdə duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-17 dərəcə şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Əsasən dağətəyi və dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.